Fransa millisinin baş məşqçisi Didier Deschamps, Bakıda Azərbaycan yığmasına qarşı keçirilən Dünya Çempionatının 2026-nın seçmə oyunundan sonra maraqlı açıqlamalar verib. Qarşılaşma Fransanın 3-1 hesablı qələbəsi ilə başa çatsa da, Deschamps Azərbaycan komandasının performansını xüsusi vurğulayıb. Deschamps mətbuat konferansında deyib ki, Bakıya yalnız bir məqsədlə işi düzgün görmək üçün gəliblər. O bildirib ki, qarşılaşmanın ilk hissəsi gözlədiklərindən daha çətin keçib. Azərbaycan çox aqressiv və dinamik oynadı. İlk dəqiqələrdə üstünlüyü ələ aldılar. Hətta bizə qarşı vurulan qol da vəziyyəti daha ciddi etdi. Amma sonradan kontrolu geri qaytara bildik və nəticəni qazandıq. Baş məşqçi hücumçuları Ekitike və Mateta barədə də danışıb. Onların epizodları dəyərləndirmək üçün yaxşı çalışdıklarını, xüsusilə Matetanın qol vurmasının müsbət olduğunu bildirib, gənc olsa da özünü göstərməyi bacarır. Mətbuat konferansında Deschamps 30 il əvvəlki Azərbaycan yığması ilə indiki komanda arasındakı fərq də soruşulub. O isə hörmətlə cavab verib, bütün kiçik ölkələr indi çox inkişaf edib. Azərbaycan da böyük iş görür. Qarabağın Çempionlar Liqasında oynayıb xalq qazanması buna sübutdur. Deschamps Bakının atmosferi barədə də xoş sözlər deyib. Stadionda iynə atsan yerə düşməzdi. İnsanların enerjisi möhtəşəm idi. Burada əla vaxt keçirdik. O, Azərbaycanın Ukrayna ilə oyun da daxil olmaqla son illərdə ciddi irəliləyiş göstərdiyini xüsusi vurğulayıb. Bu kimi ən son idman xəbərlərini dərhal almaq üçün kanala abunə olun, videonu bəyənin və paylaşın.